Salam, sizi yenidən eşitmək necə də gözəldir. Salam, həqiqətən də. Əgər siz daim yeni məlumatları dərindən öyrənməyi, elmin və insan təbiətinin arxasında yatan səbəbləri anlamağa can atan birisinizsə, yəni hazırda tam olaraq doğru yerdəsiniz. Bəli, bugün çox maraqlı olacaq. Biz bilirik ki, sizin kimi analitik düşüncəyə malik dinləyicilərimiz üçün ən vacib şey məlumat bolluğunda itmədən əsas biliklərə çatmaqdır. Və bugün edəcəyimiz bu dərin təhlildə məhz bu məqsədə xidmət edir. Düzdür. Bugünkü mövzumuz hər birimizin sahib olduğu, lakin bəlkə də ən az anladığı bir mexanizmə həsr olunub. Söhbət kainatın ən sirli orqanından, yəni bizim öz beynimizdən gedir. Missiyamız aydındır, qarşımızdakı mənbədə yer alan, insanı heyrətə salan 5 spesifik fakta araşdırmaq və onların arxasındakı mənanı açmaq. Çox vaxt biz bu sirli orqanı necə istifadə etdiyimizin heç fərqində belə olmuruq. Yəni, onu sadəcə arxa planda işləyən səssiz bir maşın kimi qəbul edirik. Tamamilə elədir. Lakin bugünkü faktlar sizin öz bədəninizə, xüsusən də beyninizə baxış bucağınızı tamamilə dəyişəcək. Bu həm möhtəşəm bir mühəndislik işidir, həm də çox böyük bir paradoksdur. Yaxşı, gəlin bunu aydınlaşdıraq, çünki mənim də səbirsizliklə gözlədiyim məqamlar var. Elə birinci faktımız bədənimizin enerji stansiyası ilə bağlıdır. Hə, bu fakt həmişə insanları təəccübləndirir. Mənbəmiz deyir ki, beyniniz oyaq olarkən kiçik bir lampanı yandıra biləcək qədər elektrik istehsal edir. Yəni, mən uşaqlıqda cizgi filmlərində görəndə ki, personajın ağlına fikir gəlir və başının üstündə lampa yanır, mən elə bilirdim bu sadəcə... Sadəcə vizual bir zarafatdır, eləmi? Bəli, zarafatdır. Amma sən demə bunun tamamilə real bioloji əsası varmış. Burada ən valeh edici olan odur ki, biz kainatın ən mürəkkəb əməliyyatlarından danışırıq. Bir anlıq düşünün, beyniniz eyni anda görmə, eşitmə, məntiqi qərar vermə, bədən hərarətini tənzimləmə kimi minlərlə funksiyanı idarə edir. Və bunların hamısını o kiçik lampanın enerjisi ilə edir. Məhz elədir. Təxminən 20 watt gücündə bir enerjidən söhbət gedir. İndi dünyada ən ağıllı süni intellekt sistemlərini işlətmək üçün nəhəng server mərkəzləri lazımdır. Onlar bəzən bütöv bir qəsəbənin enerjisini istifadə edir. Amma beynimiz bu astronomik hesablamaları cəmi bir LED lampası qədər enerji ilə həyata keçirir. Bu dəhşətli bir səmərəlilikdir. Həqiqətən də. İndi sizdən, bəli, hazırda bizi dinləyən sizdən bir şey xahiş edirəm. Oyaq halda bu məlumatları dinləyərkən beyninizin içində o kiçik lampanın yandığını təsəvvür edin. O işıq sizin şuurunuzdur. Nə gözəl bir müqayisədir. Deməli, biz hər birimiz gəzən, düşünən, çox qənaətçil bir enerji stansiyasıyıq. Üzdüyü. Bəs, yaxşı, bu kiçik enerjiyə rəğmən, görəsən o stansiyanın daxilində nə qədər məlumat saxlanıla bilər? Bu da bizi araşdırmamızdakı ikinci fakta aparır. Yaddaş tutumu. Bəli, ikinci fakt tükənməz yaddaş tutumu ilə bağlıdır. Mənbəmiz qeyd edir ki, beynimizin yaddaş tutumu təxminən 2,5 petabaytdır. Bu da 3 milyon saatlik TV serialına bərabərdir. Rəqəmlər o qədər böyükdür ki, bəzən beynimiz bunu qavramaqda çətinlik çəkir. Yəni, 3 milyon saatlik TV serialı. Mən sadəcə hesablayıram, əgər kimsə oturub hansısa serialı xirdəyə qədər dayanmadan, yemədən, yatmadan izləsə, bu nə qədər vaxt aparar? Təxminən 300 ildən çox. 300 il. Yəni, bir insan ömrü belə bəs etmir ki, o qədər videoya baxasan. Və bizim beynimiz bütün bu məlumatı özündə saxlamaq potensialına malikdir. Əgər bunu daha böyük mənzərə ilə əlaqələndirsək, çox vacib bir nəticəyə gəlirik. İnsanlar çox vaxt deyirlər ki, beynim doldu, daha heç nə öyrənə bilmirəm. O ambarınız, o 2,5 petabaytlıq nəhəng potensialınız dolmur. Siz nə qədər çox yeni məlumat öyrənsəniz də, o ambarın hələ də çox böyük bir qismi tamamilə boş qalır. Deməli, beynim partlayır, yer qalmadı kimi qorxularımız tamamilə əbəsdir. Tamamilə. Beyniniz məlumatı qəbul etmək üçün elə bir tutumla dizayn olunub ki, siz bir neçə ömür yaşasanız belə onu doldura bilməzsiniz. Bu mənə böyük bir rahatlıq verdi, düzünü desəm. Çünki dayanmadan nələrsə oxuyuruq, araşdırırıq, ambarın geniş olması əladır. Lakin işlər məhz burada həqiqətən də maraqlı olur. Üçüncü fakta keçirik. Bəli, bu boyda məlumatı emal edən, hər şeyi hiss edən orqanın özü ilə bağlı ziddiyyətli bir məqam var. Üçüncü fakt. Beynimiz ağrını hiss etmir,
Çünki onun daxilində ağrı reseptorları yoxdur. Bu bəlkə də ən böyük ironiyadır. Həqiqətən. Yəni mən barmağımı masanın kənarına vuranda o dəhşətli ağrını qəbul edən, mənə ay barmağım əzildi dedirdən beyindir. Bəli, bütün bədəninizin fəryadını beyin eşidir. Amma özünün içi ağrımır, tamamilə kardır ağrıya qarşı. Tamamilə kördur və kardır. Baxın, bədənimizdə nosioseptor adlanan xüsusi ağrı reseptorları var. Onlar dərinin altında, orqanlarda yerləşir və təhlükə anında beyinə siqnal göndərir. Qorunmaq üçün, eləmi? Bəli, əgər əlinizi isti sobaya vursanız, o reseptorlar qışqırır ki, əli çək, yanırıq və beyin əmr verir. Lakin beynin öz toxumasında, o boz maddənin içində bu reseptorlardan bir dənə də yoxdur. Yəni, indi bir cərrah mənim beynimə toxunsa, mən heç nə hiss etmərəm. Əgər dərini və kəllə sümüyünü keydiblərsə, bəli, sizin beyninizə birbaşa toxunsalar belə, siz qətiyyən ağrı hiss etməyəcəksiniz. Hətta bilirsiniz, bəzi beyin əməliyyatları var ki, xəstə tam oyaq ikən edilir. Oyaq halda? Necə yəni? Bəli, cərrah əməliyyat zamanı xəstə ilə danışır, ondan gitara çalmağını və ya nəsə oxumağını istəyir ki, beynin düzgün hissəsinə toxunduğuna əmin olsun və xəstə heç bir ağrı çəkmir. Bu çox qəribədir, yəni eyni zamanda biraz da ürpərdicidir. Amma mənim ağlıma dərhal bir sual gəlir. Yəqin bizi dinləyənlər də eyni şeyi düşünür. Əgər beyin ağrımırsa, bəs baş ağrısı nədir? O dəhşətli miqrenlər hardan gəlir? Çox məntiqi sualdır. Biz başım ağrıyır deyirik, amma əslində ağrıyan beyin deyil. Beynin ətrafını sarayan qoruyucu gişalar, qan damarları, baş dərisinin altındakı əzələlər var. Hə, yəni qutu ağrıyır, qutunun içindəki yox. Məhz belə, stres olanda, yorulanda o qan damarları genişlənir, əzələlər gərilir və o ətraf toxumalardakı reseptorlar beyinə şikayət edir. Beyin də öz ətrafındakı hissələrin ağrısını bizə hiss etdirir, amma onun özünün xəbəri yoxdur. Təkamül baxımından çox qəribə işləyir. Niyə beyni bu cür ağrıdan məhrum edib ki? Təkamül baxımından düşünsək, bu çox praqmatik bir qərardır. Beyin çox qalın bir kəllə sümüyünün içində, xüsusi mayədə üzür. O ən güclü qorunan orqandır. Təhlükəsizlik kamerası kənardadır, seyfin içində yox. Əla analogiyadır. Əgər hansısa təhlükə kəllə sümüyünü sındırıb, birbaşa beyinə çatıbsa, artıq orada bir ağrı siqnalının heç bir xilas edici rolu yoxdur. İş işdən keçib. Ona görə də təbiət oraya ağrı reseptoru qoymağa ehtiyac duymayıb. Çox məntiqlidir. Yəni biz beyni necəsə toxunulmaz bir qəsr kimi təsəvvür edə bilərik. Lakin bu qəsrin içindəki divarlar sabit deyil. Və bu bizi çox təəccübləndirən dördüncü fakta gətirir. Qeydlərimizdəki dördüncü fakt – davamlı yenidən qurma. Yəni fiziki dəyişikliklə bağlıdır. Neyroplastiklik. Bəli. Mənbə qeyd edir ki, hər dəfə yeni bir şey öyrənəndə beyninizin strukturu fiziki olaraq dəyişir. Baxın, mən əvvəllər düşünürdüm ki, öyrənmək sadəcə proqram təminatının, yəni software'in yenilənməsidir. Lakin əslində aparat təminatı, hardware dəyişir. Tamamilə. Yəni bu saniyə bizi dinləyən şəxs, bəli siz, hazırda bu təhlili dinləyib bu ağrısızlıq faktını, bu işıq lampası məsələsini öyrəndiyiniz an, sizin beyninizin forması fiziki olaraq dəyişir. Düz deyirəm? Düz deyirsiniz. Bu vacib bir sual yaradır. Öyrənmək əslində nədir? Uzun illər alimlər elə bilirdilər ki, insanın beyni uşaqlıqda necə inkişaf edirsə, böyüyəndə elə də qalır. Yəni daşlaşıb qalır. Hə? Amma sonraki araşdırmalar göstərdi ki, beynimiz plastikdir, elastikdir. Hər dəfə siz yeni bir söz əzbərləyəndə, yeni bir vərdiş qazananda və ya indicə bu faktları dinləyib təhlil edəndə beyninizdəki neylonlar bir-biri ilə yeni əlaqələr qurur. Sanki yeni körpülər tikilir. Məhz elə. Hətta mikroskopla baxmaq mümkün olsaydı, o neyronların necə budaqlandığını, o kiçik toxumaların yerini necə dəyişdiyini görə bilərdik. Öyrənmək sadəcə qeyd aparmaq deyil, bu sizin öz bədəninizin bir parçasını memar kimi yenidən inşa etməyinizdir. Nə möhtəşəm bir fikirdir. Yəni biz passiv izləyici deyilik. Biz dinlədikcə, oxuduqca, sözün əsli mənasında özümüzü yenidən yaradırıq. Davamlı olaraq. Hər gün, hər saat. Yaxşı, əgər biz oyaq olanda, diqqətimizi cəmləyəndə, beynimiz bu qədər böyük inşaat işləri aparırsa, təbii bir sual yaranır, yorulub yatanda nə olur?
Yəni, bütün bu sistem nə vaxt dincəlir? Mən həmişə elə bilirdim ki, yatanda beyin sönür. Amma 5-ci faktımız, 5-ci faktımız çoxlarını şoka salır. bəli, 5-ci fakt. Yuxuda olarkən beyniniz oyaq olduğunuzdan daha aktiv işləyir. Gecə növbəsindəki işçi kimi. Yaxşı, bütün bunlar nə deməkdir? Əgər mən yatıramsa, o 20 wattlıq lampa sönmürsə, mənim beynim gecə vaxtı tək başına nələr qarışdırır? İnsanlar yuxunu sadəcə sönmək və ya dincəlmək kimi düşünür. Bədən dincəlir, əzələlər dincəlir. Lakin beyin üçün yuxu əslində gecə növbəsidir və o növbə oyaq vaxtı olduğundan daha qızğın keçir. Yəni gündüzdən də aktivdir. Bəli. Gəlin məntiqəl əlaqə quraq. Siz gün ərzində öyrəndiniz. Beyninizin strukturu dəyişdi, neyronlar budaqlandı. Amma gün ərzində beyin həm də sizin yerişinizi, danışığınızı, ətrafdakı səsləri idarə etməklə məşğuldur. Çox məşğuldur. Yəni diqqəti dağınıqdır. Düzdür. Siz yuxuya gedəndə xarici dünya ilə əlaqə kəsilir. Beyin deyir ki, əla, indi diqqətimi daxili işlərə verə bilərəm. Birinci işi nədir? Arxivləşdirmə. Hə, o 2.5 petabaytlıq ambara yükləmək. Məhz. Gün ərzində qısa müddətli yaddaşda qalan məlumatlar uzun müddətli yaddaşa köçürülür. Lazımsız şeylər, məsələn, yolda gördüyünüz təsadüfi bir maşının nömrəsi silinir. 4-cü faktda danışdığımız o fiziki strukturlar, yeni körpülər məhz yuxu zamanı möhkəmləndirilir. İnanılmaz da. Yəni, əsl öyrənmə biz yatanda baş verir. Amma təkcə bu deyil, başqa bir böyük prosesdə gedir. Təmizlik. Necə təmizlik? Oyaq vaxtı beyin o qədər enerji xərcləyir ki, arxada müəyyən bioloji tullantılar, neyrotoksinlər qalır. Siz dərin yuxuda olanda, beyninizdəki hüceyrələr fiziki olaraq biraz yığılır. Aralarındakı məsafə genişlənir və beyin onurğa beyni mayeəsi bu boşluqlardan keçərək bütün o zərərli maddələri yuyub təmizləyir. Vay canına, yəni gecə növbəsində işləyən fəhlələr gəlir, günün zibilini süpürür, təmir işlərini görür və səhərə beyni tərtəmiz təhvil verirlər. Tam olaraq belədir. Buna görə də yuxusuz qalanda insan özünü sərxoş kimi diqqətsiz hiss edir. Çünki o təmizlik işləri aparılmayıb, beyin zibillə dolu qalıb. Təsəvvür edin, biz yatıb dincəldiyimizi düşünürük, əslində isə başımızın içində çox səs-küylü, aktiv bir zavod işləyir. Və dayanmadan sizi sabahki günə hazırlayır. Bugün danışdıqlarımız mənim doğrudan da ağlımı başımdan aldı. Dərin təhlilimizin məqsədi də elə buydu. Gəlin, bu böyük mənzərəni bir daha xülasə edək. Deməli, qarşımızdakı qeydlərdən öyrəndik ki, kainatın ən mürəkkəb orqanı olan beynimiz cəmi kiçik bir lampanı yandıracaq qədər elektrik istehsal edir. Çox qənaətçildir. Sonra öyrəndik ki, bu kiçik enerjiyə rəğmən onun yaddaş tutumu təxminən 2.5 petabaytdır. Yəni, eyni anda 3 milyon saatlıq serialı saxlaya bilər. Bütün bədənimizin ağrılarını emal edən bu mərkəz öz daxilində ağrı reseptorları olmadığına görə tamamilə hissiyatsızdır, yəni ağrısız mərkəzdir. Və nəhayət, hər öyrəndiyimiz yeni məlumatla fiziki quruluşu dəyişir. Bəli, və biz yatarkən oyaq olduğumuzdan daha aktiv olub həm təmizlik, həm də tikinti işlərini həyata keçirir. Tamamilə düzgün bir xülasə oldu. İndi isə qeydlərimizdə yer alan o maraqlı çağırışı birbaşa sizə səsləndirmək istəyirəm. Bəs siz bunlardan hansını bilirdiniz? Şərhlərdə yazın və Knowledge Hunter Lab-ə abunə olun. Məncə bu sadəcə bir oxuma detalı deyil, həm də dinləyicimiz üçün əla bir özünü yoxlama fürsətidir. İnsan özünün nəyi bilib-bilmədiyini fərq edəndə daha yaxşı öyrənir. Düzdür, bu çox vacibdir. Və yekunlaşdırmadan əvvəl bütün bu faktları bir araya gətirərək dinləyicimizə belə bir sual vermək istəyirəm. Buyurun. Əgər hər dəfə yeni bir şey öyrənəndə beyniniz fiziki olaraq dəyişirsə və o, yuxuda olarkən oyaq olduğunuzdan daha aktivdirsə, bugün bu yeni faktları öyrəndikdən sonra bu gecə yatarkən beyniniz özünün fiziki strukturunda hansı möhtəşəm inşaat işlərini aparacaq? Səhər necə bir beyinlə oyanacaqsınız? İnsanı dərin düşüncələrə qərq edən bir sualdır. Həqiqətən də bugün dinlədikləriniz artıq sizin daxilinizdə fiziki olaraq yeni bir memarlıq abidəsi ucaldır. Bu sirli və heyrətamiz kainatın dərinliklərinə bizimlə birlikdə səyahət etdiyiniz üçün sizə təşəkkür edirik. Sağ olun və növbəti dərin təhlilimizdə görüşənədək. Hələlik.